Dövlət Məşğulluq Agentliyi Cəbrayılda əmək yarmarkası keçirib, 20 müəssisə müxtəlif istiqamətlər üzrə 100-ədək vakansiya təqdim edib. Müraciət edənlərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, uyğun olanların qeydiyyat aparılıb. Tədbirdə Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi dəstəkləyən iştirak edib, işsiz və iş axtaranlara mərkəzdə olan peşə kursları, bu kurslara cəlb edilmək üçün müraciət qaydaları barədə məlumat verilib. Qeyd edim ki, ötən dövrdə işğaldan azad edən ərazilərdə 36 əmək və 1 peşə yarmarkası keçirilib. Vakansiyalarda minimum əmək haqqı 450, maksimum əmək haqqı 2400 manat təşkil edir. Hal-hazırda gördüyünüz kimi vətəndaşlarımız aktiv iştirak edirlər. Əmək yarmarkası ilə bərabər daim işə götürənlərlə dərin masaların təşkili, birgə maliyyələşmə proqramları, özü məşğulluq proqramları, peşə hazırlıq kurslarının təşkili və bu istiqamətdə mütəmadi olaraq biz tədbirlər həyata keçiririk və bu tədbirlər artıq silsilə şəklini alıb. Mən inşaat mühəndisiyəm, kollec bitirmişəm. Bugün bu yarmarkada iştirak etmək səbəbimdən inşaat mühəndisi olaraq özümə iş tapmaq və Cəbrayılda tikiləcək, Qarabağ ərazisində tikiləcək bütün tikinti işlərində mənim də əməyimin kəsilməsini istəməyimdir. Şirkətlərə müraciət elədim, böyük ehtimal əlaqə saxlayacaqlar, ətraflı maraqlandılar. Belə bir yarmarkanın keçirilməsi həqiqətən qürur vericidir. Qarabağa köçmüş yeni sakinlərin işlə təmin edilməsi və s. həqiqətən qürur vericidir. Burada olmağıma çox xoşbəxtəm.